Salam əziz izləyicilərim. İyun ayı üçün elə bir proqnoz hazırlamışam ki, burada nə o bildiyiniz standart bürc xüsusiyyətlərini, nə də sizi bezdirən şablon cümlələri eşidəcəksiniz. Birbaşa göy üzünün bu ay bizə diktə etdiyi o çətin və real enerjidən danışacağıq. Videoya keçməzdən əvvəl hər ay bu real və dürüst analizləri qaçırmamaq üçün kanala abunə olmağı və bildirişləri açmağı unutmayın ki, hər kəsdən bir addım öndə olasınız. Qoç. Bu ay o hər şeyi tək başına həll edə bilərəm inadın tamamilə qırılacaq. Çünki İyun sənə ətrafındakı insanların dəstəyini qəbul etməyi öyrədəcək. İşdə və ya layihələrdə hamının gözündən qaçan, bəlkə də hər kəsin səhv etdiyi böyük bir detal məhz sənin inadkarlığın sayəsində ortaya çıxacaq və sən komandanı çətin vəziyyətdən xilas edəcəksən. Amma diqqətli ol. Ailə daxilində və ya yaxın mühitdə köhnə bir sənəd işi yaxud uzun müddətdir təxirə salınan xırda bir təmir və ya köç mövzusu qəfildən hamını masa arxasına toplaya bilər. Biraz səs-küy, mübahisə olsa da, İyunun ortasına doğru hər kəs sənin dediyin nöqtəyə gəlmək məcburiyyətində qalacaq. Sevgidə isə tam ümidi kəsdiyin, buralardan mənə xoşbəxtlik olmaz dediyin bir anda elə bir gizli sürprizin və ya mesajın üstü açıla bilər ki, üzündəki o ciddi soyuq ifadəni tamamilə unuda bilərsən. Pul məsələlərində isə keçmişdə kiməsə əl tutub unutduğun o məbləğ tam lazım olan anda sənə geri qayıdır. Bu aldadıcı istilərdə isə tək diqqət etməli olduğun şey səs tellərindir. İyunun ortasında haqlı olduğunu hamıya sübut etmək üçün o səs sənə çox lazım olacaq. İyunun reallığı. Qarşına çıxan ilk təklifə dərhal atılma. Biraz gözləmək və qarşı tərəfi tərlətmək sənə daha böyük qazanc gətirəcək. Buğa. İyunun əvvəlində o tam düşən motivasiyanı, hər şeydən yoruldum, heç nəyə dəymir halını yaxın birinin səmimi və sərt sözü dərhal dağıdacaq. Yarımçıq qalan işləri, dərsləri və ya şəxsi layihələri tamamlamaq üçün ayın ortası ən məhsuldar zamanındır. Qətiyyən tənbəllik eləmə. Ailədə və qohumlar arasında gözlənilən bir toy, nişan və ya böyük bir xoş xəbər İyun ayına fərqli bir hərəkətlilik gətirəcək və bu gediş-gəliş sənə köhnə inciklikləri tamamilə unutduracaq. Sevgidə qarşı tərəfin sənə verdiyi xırda bir vədi tutmaması aranızda yüngül gərginlik yaratsa da, biraz soyuq davranıb sıxışdırsan, çox səmimi bir etiraf alacaqsan. Subaysansa hər gün getdiyin o monoton məkanda, iş yolunda və ya kafedə kiminsə baxışlarını davamlı olaraq öz üzərində hiss etməyə hazır ol. Maddi olaraq plansız xərcləmələrin qarşısını almaq üçün pulları nağd gəzdirmək yerinə kartda saxlamağın yaxşıdır. Yoxsa iyunun sonunda büdcən biraz sarsıla bilər. Günlərlə ekran qarşısında oturub gözlərini və başını ağrıtmaqdansa, axşam saatlarında təmiz havada qısa gəzintiləri özünə məcbur et. Yuxu problemin kökündən həll olunacaq. İyun ayının sənə olan reallığı. Başqalarının problemini həll etməyə hamıdan tez qaçmaq gözəldir. Amma öz planlarını arxa plana atıb özünə qarşı haqsızlıq eləmə. Əkizlər. Bu ay öyrənmək istədiyin yeni bir sahə, fərqli bir proqram və ya kurs üçün qarşına elə bir şans və ya gözlənilməz endirim kampaniyası çıxacaq ki, mütləq fürsəti əldən verməməlisən. Çünki bu gələcəyinə qoyacağın ən böyük investisiyadır. Valideynlərlə və ya ailə böyükləri ilə gələcək planların, bəlkə də maddi mövzular barədə ciddi və rəsmi bir danışıq aparmalı olacaqsan. Və qorxduğun kimi çətin keçməyəcək. Əksinə, gözlədiyindən də çox mənəvi dəstək alacaqsan. Sevgidə keçmişdə qalan və sizi vaxtı ilə çox yoran köhnə bir mövzu yenidən açılsa da, bu dəfə məsələni birdəfəlik və sərt şəkildə bağlamaq gücün olacaq. Keçmişdən gələcək bir mesaj isə sadəcə İyunun duzu istiyotu olacaq. Çox ciddiyə alıb yorulunan dönmə. Maddi olaraq sadəcə anlıq gözünə xoş görünən,
Amma əslində heç bir işinə yaramayacaq lazımsız estetik əşyalara pul tökmək riskin var. Emosional alış-verişdən uzaq dur. İş mühitində və ya oturduğun yerdə bəzi kadr dəyişiklikləri, otaq dəyişməsi kimi yeniliklər ilk başda əsəbini pozsa da, iyunun sonunda görəcəksən ki, hər şey sənin rahatlığın üçün imiş. İyun ayının reallığı hisslərinlə və anlıq həyəcanlarından yox, tamamilə məntiqlə və kağız üzərindəki real faktlardan hərəkət etməlisən. Xərçəng. İyunda çətinlik çəkdiyin bir imtahanın, mürəkkəb bir tapşırığın və ya işin öhdəsindən gəlmək üçün heç gözləmədiyin birindən elə bir fərqli qeyd, ideya və ya kömək alacaqsan ki, işin 2 qat asanlaşacaq. Tək başına otağa qapanmaq yerinə insanlarla birgə işləmək sənə bu ay daha çox uğur gətirəcək. Evə gələcək uzaq bir qonaq və ya gözlənilməz xoş bir xəbər ailədəki o uzun müddətli monoton, sıxıcı ab-havanı tamamilə dağıdacaq. Hamıya mənəvi rahatlıq verəcək. Sevgidə partnyorunla gələcəyə dair ilk real və ciddi söhbəti etməyin zamanı gəlib çatır. Mövzudan qaçmağa çalışma. Subaysansa, girdiyi mühitlərdə öz fərqli tərzi, geyimi və aurası ilə seçilən birinin birbaşa diqqət mərkəzində olacaqsan. Büdcəm bu ay tam nəzarətindədir. Hətta gələcək bir səfər və ya böyük alış-veriş üçün kənara pul atmağa başlaya bilərsən. Sadəcə kiməsə borc vermək üçün heç doğru ay deyil. Yeni bir layihənin təqdimatında göstərəcəyin performans rəhbərliyin sənə olan güvənini artıracaq. Ətrafındakı xırda qeybətlərə isə sadəcə qulağını bağla. Sağlamlıqda tozlu mühitlərdə diqqət et. Boğazını qoru. İyunun reallığı hər kəsə yaxşı görünməyə və hamını məmnun etməyə çalışmaqdan əl çək. Bəzən yox demək səni böyük stressdən xilas edir. Şir. Uzun müddətdir üzərində işlədiyin bir mövzunun, çətin bir kursun və ya layihənin yekun nəticəsini, qiymətini və ya bəhrəsini məhz bu ay alacaqsan və nəticə bütün yorğunluğunu aparacaq. Ailə daxilində bəzi mülkiyyət, miras, köç və ya yenidən gələcək ev planları yenidən masa üzərinə gələ bilər. Hər kəsin fikrini sakitcə dinləmək evdə yarana biləcək süni gərginliyin qarşısını alacaq. Sevgidə birgə keçirəcəyiniz fərqli bir həftə sonu son zamanlar aranızda yaranan o soyuq, keçilməz divarları tamamilə darmadağın edəcək. Tənha olan şirlər isə tamamilə təsadüfi bir qarşılaşma, bəlkə də bir səhv, zəng və ya rəqəmsal platformadakı mesaj nəticəsində çox maraqlı və dərin bir dialoqa başlaya bilərlər. Maddi olaraq gözlədiyin bir ödənişin ayın ortasında biraz gecikməsi planlarını dəyişə bilər. Ona görə də həmişə bir kənarda B planın olsun. Sonradan maliyyən tam stabilləşəcək. İşdə yeni bir təklif və ya fərqli bir sahəyə keçid imkanı yaransa, qərar verməzdən əvvəl şərtləri çox real analiz et. Ağır yüklər qaldırmaqdan və bədəni fiziki yormaqdan qaç. Əzələ dartılmalarına qarşı diqqətli ol. İyunun reallığı. Baş verən hadisələrə həddindən artıq emosional yox, sanki kənardan başqasının həyatına baxan neytral bir müşahidəçi kimi yanaş. Qız, sənin o hər şeyi analiz edən, detallarda boğulan beynin bu ay 2 qat sürətlə işləyəcək. Xüsusilə texniki, hesablama və ya nizam tələb edən mövzularda hamının 1 saata həll etdiyini sən 5 dəqiqəyə ortaya qoyub hamını təəccübləndirəcəksən. Amma bu mükəmməllik axtarışın yaxın mühitdə bəzi insanları yora bilər. Ailədən və ya dostlardan biri qəfildən qarşına oturub səndən sadəcə mənəvi dəstək və ürək ağrısını bölüşmək istəyəndə lütfən onun səhvlərini tənqid etməyə tələsmə. Sadəcə dost kimi dinlə. Münasibətlərdə hər sözün altında bir məna, hər baxışda bir gizli plan axtarmağı bu ay dayandırmalısan. Qarşı tərəf sadəcə yorğun və ya sıxıntılı ola bilər. Dərhal səndən soyuduğunu düşünüb özünü stresə salma. Subaylar üçün isə köhnə bir tanışın qəfildən
tam fərqli və daha diqqətli bir maraqla yaxınlaşması iyunun əsas sürprizi olacaq. Maddi olaraq böyük risklərə, qumarlara girmə, çünki bu ay ayağını yerə möhkəm basmaq dövrüdür. Sağlamlıqda isə ayaqüstü quru yeməklər yerinə biraz sulu ev yeməklərinə vaxt ayır, çünki həzm sistemin bu ay çox həssasdır. İyunun reallığı: hər şeyi ideal etmək məcburiyyətində deyilsən. Bəzən işlərin sadəcə yaxşı olması da bəs edir. Özünü boş yerdə içindən yemə. Əziz izləyicilərim, bürclərin yarısına gəlmişkən kiçik bir fasilə verək. Şərhlərdə mütləq yazın. İyun ayında həyatınızda sizi sevindirəcək ən çox nəyin olmasını istərdiniz? İşin və yaxud sevginin? Hər birinizin şərhini tək-tək oxuyub ürək qoyacağam. Və videonu bəyənməyi unutmayın. İndi isə keçək növbəti bürclərə. Tərəzi. İmtahanlara və ya işə hazırlıq zamanı fikrini yayındıran o sosial şəbəkələrdən, lazımsız lent fırlatmalardan bu ay biraz uzaq dursan, məhsuldarlığın 2 qat artacaq. Özünə mütləq xüsusi ekran saatları qoy. Ailədə kiminsə tərəfini tutmaq, 2 oda arasında qalmaq məcburiyyətində qala bilərsən. Amma bitərəf qalmaq və tərəfsizliyini nümayiş etdirmək ən doğru yoldur. Yoxsa günahkar sən olacaqsan. Sevgidə hər iki tərəfin bir-birinə şəxsi məkan və sərbəstliyi tanıması bağlarınızı daha da gücləndirəcək. Qarşı tərəfi davamlı sorğu-sual etməkdən çəkinin. Tənha olanlar isə maraqlı bir kitab klubunda, seminarda, kursda və ya tam fərqli bir onlayn platformada öz düşüncəsinə tam uyğun intellektual bir həmsöhbət tapacaqlar. Bu ay daxil olan gəlirlərin sayəsində bəzi xırda borclarını və ya yığılıb qalan kommunal ödənişlərini tamamilə bağlayıb rahat nəfəs alacaqsan. İşdə komanda yoldaşlarınla birlikdə yeni bir ideya üzərində işləməyə başlayacaqsan və sənin təklifin layihənin əsas vizyonunu təşkil edəcək. Son zamanlar ayaqüstü çox qalmaq bədəndə ağırlaşma yarada bilər. Hərəkətlərinə diqqət et. İyunun reallığı: qərarsız qaldığın və çıxılmaz görünən mövzularda daxili səsinə deyil, kağız üzərindəki real, müsbət və mənfi tərəflərə baxıb qərar ver. Əqrəb. Axtardığın çətin bir mövzu, imtahan və ya problem üzrə internetdə tamamilə təsadüfən qarşına çıxan bir video, məqalə və ya qeyd bütün suallarına cavab olacaq. Bu ay öyrənmə və qavrama sürətin pik həddədir. Keçmişdən qalan və ailə daxilində hamıdan gizli saxlanılan bir mövzunun yenidən açılması qısa müddətli gərginlik yaratsa da, nəticədə hər şey aydınlaşacaq və hamı rahat nəfəs alacaq. Sevgidə qarşı tərəfə yersiz şübhələrdən, telefon yoxlamalarından və qısqanclıqlardan uzaq dur. Reallıq tam fərqlidir. Partnyorun sənə tam sadiqdir. Subaylar üçün isə tamamilə fərqli bir xarakterdə, sirli, çətin və aurası güclü olan bir insanla tanışlıq gözlənilir. Strateji addımlar atmaq və pulunu dəyərləndirmək üçün qarşına yeni qapılar açıla bilər. Amma dərhal böyük məbləğlər yatırma. Xırda addımlarla başlamaq daha təhlükəsizdir. Karyeranda rəqəmsal alətlərdən və ya yeni proqramlardan istifadə etməyə başlamaq işini 2 qat asanlaşdıracaq. Bu ay yuxu rejimin pozula bilər. Gecə beyin aktivliyin artdığı üçün yatmazdan əvvəl tünd çay və kofedən uzaq dur. İyunun reallığı: idarə edə bilməyəcəyin hadisələri axışına burax. Dünyadakı hər şeyi və hər kəsin hərəkətini nəzarətdə saxlamaq qeyri-mümkündür. Oxatan. Təhsilinlə, işindən və ya ixtisas kursunla bağlı önəmli bir imtahanın, müsahibənin nəticəsi bu ay açıqlana bilər və bu qiymət gələcək addımlarını planlaşdırmaq üçün sənə tam aydınlıq gətirəcək. Evdə ailənin yaşlı üzvləri ilə keçmiş xatirələr barədə çox səmimi və duyğusal söhbətlər olacaq və onların sənə edəcəyi xırda bir maddi və ya mənəvi jest əhvalını xeyli qaldıracaq.
Partnyorunla birlikte şəhərdə yeni açılmış fərqli bir məkana getmək və ya fərqli bir filmi izləmək münasibətinizə xoş bir rəng qatacaq. Subay oxatanları isə gündəlik iş mühitində, yolda və ya kursda tamamilə təbii bir ünsiyyətin təməlini ata bilərlər. Bu ay xərclərin və gəlirlərin tam balansdadır. Heç bir ciddi maliyyə sıxıntısı gözlənilmir. Sadəcə onlayn alış-veriş saytlarında çox vaxt keçirməməyə çalış ki, büdcən qorunsun. Komanda daxilində yaranan xırda bir anlaşılmazlığı sənin ortaq məxrəc tapmaq bacarığın həll edəcək və iş yoldaşlarının gözündə hörmətin artacaq. Maddələr mübadiləni normada saxlamaq üçün qazlı içkiləri bir kənara qoyub təmiz suya üstünlük verin. İyonun reallığı, addımlarını real imkanlarına görə at. Xəyali və əsası olmayan planlar qurmaq sadəcə vaxt və enerji itkisidir. Oğlaq. Sistemli və planlı şəkildə hazırlaşdığın bir fən və ya iş üzrə bu ay gözlədiyindən də yüksək nəticə əldə edəcəksən. Vaxtı düzgün idarə etməyin sənə böyük üstünlük qazandırır. Ailəvi olaraq həll edilməli olan bəzi hüquqi sənədləşmə və ya rəsmi işlərin rəhbərliyi birbaşa sənə həvalə oluna bilər. Məsuliyyətli yanaşma sayəsində problem tez bir zamanda həllini tapacaq. Sevgidə qarşılıqlı güvən hissinin ən yüksək olduğu aylardan biridir. Gələcək planlar barədə ciddi və rəsmi qərarlar verilə bilər. Münasibəti olmayanlar isə tam özü kimi ciddi məqsədyönlü, karyeraya önəm verən və sözü bütöv bir insanla tanış ola bilərlər. Maliyyə sahəsində nizamlı davranmağın gələcək bir investisiya üçün yaxşı baza yaradır. Ayın sonuna doğru əlavə və gözlənilməz bir gəlir qapısı özünü göstərə bilər. Çalışqanlığın rəhbərliyin diqqətindədir. Bu ay sənə daha önəmli bir layihənin idarə edilməsi təklif oluna bilər. Cəsarətli ol. Oturaq iş şəraiti ilə əlaqədar olaraq bel və onurğa nahiyəsində gərginlik hiss edə bilərsən. Hər bir saatdan bir ayağa qalxıb qısa hərəkətlər et. İyonun reallığı, işinə və hədəflərinə fokuslanarkən həyatın gözəl, əyləncəli və dinamik tərəflərini qaçırıb özünü qocaltma. Dolça. Onlayn dərslər, webinarlar və ya rəqəmsal platformalardan öyrəndiyin fərqli məlumatlar bu ay praktiki tapşırıqlarda çox işinə yarayacaq. Texnologiyadan və süni intellekt alətlərindən düzgün istifadə təhsilini sürətləndirir. Evdə edəcəyin kiçik kosmetik dəyişikliklər, otağın dizaynını yeniləmək və ya əşyaların yerini dəyişmək ailə daxili atmosferə çox pozitiv və təravətli bir enerji gətirəcək. Partnyorunla intellektual mövzularda, filmlər və kitablar barədə edəcəyiniz maraqlı diskussiyalar bir-birinizi daha dərindən kəşf etməyinizə kömək edəcək. Subaylar üçün sosial şəbəkələrdə fərqli baxış bucağı və fəlsəfəsi olan biri ilə maraqlı ünsiyyət başlaya bilər. Rəqəmsal sahədən və ya onlayn göstərdiyiniz xidmətlərdən gözlənilməz xırda bir qazanc əldə edə bilərsən. Büdcəni qorumaq üçün işinə yaramayan lazımsız tətbiq abunəliklərini yoxlayıb ləğv et. İş mühitində heç kimin ağlına gəlməyən alternativ bir həll yolu təklif edərək böyük bir problemi həll edəcəksən. Beyninin dincəlməsi üçün yatmazdan əvvəl telefonu kənara qoymağı vərdiş et. İyonun reallığı, səni keçmiş qəliblərdə və köhnə fikirlərdə saxlayan insanları tamamilə unut və yeni ideyalara şans ver. Balıqlar, bu ay o həmişəki sakit, hər şeyi zamana buraxıram maskasını üzündən qətiyyətlə çıxarıb atırsan. Çünki artıq səbrin son həddədir. İşdə və ya dərsdə kiminsə sənin yerinə qərar verməsinə, yaxud sənin əməyini öz adına çıxarmasına o qədər əsəbiləşəcəksən ki, masaya yumruq vurmağın necə bir şey olduğunu hamı görəcək. İntuisiyan zaten sənə kimin səmimi, kimin ikiyüzlü olduğunu çoxdan pıçıldayırdı. Sadəcə bu ay həmin insanları idarə etməyi və ya onlara şans verməyi buraxıb birbaşa həyatından siləcəksən. Eyni şey ailə və yaxın mühit üçün də keçərlidir. Hər kəsin nazı ilə oynamaqdan, hamının problemini tək başına həll etməkdən çiyinlərin çöküb. Amma bu ay evdəkilərə çox açıq şəkildə bura qədər
biraz da özünüz hərəkət edin deyəcəksən. Çünki sənin bu səssiz fədakarlığın artıq qarşı tərəfdə adiləşib və bir vəzifə kimi qəbul olunur. Münasibət mövzusunda isə qarşı tərəfin o boş vədlərindən və davamlı bəhanələrindən tamamilə yorulmusan. Bu günlərdə qarşına keçib yalan danışan birinin gözünün içinə baxıb mən hər şeyi bilirəm demək gücün olacaq. Subaysansa tamamilə plansız, bəlkə də iş və ya sosial mühitdə elə bir fərqli bir xarakterlə toqquşacaqsan ki, o insanın real baxışı səni ayıldacaq. Pul məsələsinə gəldikdə isə emosional partlayışlar yaşayıb hirsini onlayn alış-verişdən çıxarmaq xasiyyətini bu ay mütləq cilovlamalısan. Yoxsa ayın sonunu gətirmək çətin olacaq. Bütün bu əsəb, stres fonunda bədənin də yorğun düşür. Xüsusilə axşamlar və ayaqüstü temp, oyanaqların və belin ağrısı sənə siqnal verir ki, biraz dayan, dünyanı bir neçə saatlıq söndür və sadəcə özünlə baş-başa qal. İyunun reallığı, hər kəsə yaxşı olmaq məcburiyyətin yoxdur. Bəzən bəzi insanları həyatından səssizcə silmək və ayaqlarını yerə möhkəm basmaq ən böyük sağalmadır. Bəli, əziz izləyicilər, iyun ayı üçün bütün bürclərə olan real proqnozları sizlərə təqdim etdim. Əgər hələ də kanala abunə deyilsinizsə, abunə olmağı və bu videonu bəyənməyi unutmayın. Gələn həftələrdə eşidilənədək sağlıqla qalın. Ulduzunuz daim parlasın.